Hörmətli izləyicilərim, bugün bilirsiniz günlərdən nədir? Bugün beynəlxalq xalçaçılıq günüdür. Mən buradan bütün xalça işlə məşğul olanlara təbrik edirəm və bugün sizə reklama ehtiyacı olmayan, çünki bu dost qapısıdır, reklam deyil, natural halı, hamımızın A'dan Z'yə bildiyimiz natural halının qonağıyam. Gəlmişəm dostlarımı təbrik eləməyə. Yəni gəlmişkən sizə bir-iki modeli göstərəcəm. Niyə görə? O gördüyünüz o mənim təqdimatımda milyonluq evlər ki var. O evlərdə görürsünüz o xalçaları. Onlar buradan alırlar bu xalçaları. Bəli, mənbəsi buradır. Çünki burada yüksək premium xalçalardır. İranın xalçalarıdır. Adı neydi abi onun? İranın. Qum xalçası. O isə tanış edeyim Hacı ilə dostumuz. Bütün mütəxəssisdir bu xalçanı. İndi maraqlı olan hissələri sizə göstərmək istəyirəm. Çaylarınızı qarışdırın mənim kimi. Baxın, mənə nə maraqlıdır? Hazır bu sarı xalça ilə, mən müştəriyəm də, gəlmişəm. Ağ xalça ilə sarı xalçanın fərqi nədir mənim qardaşım? Bizim mağazada təqdim olunan məhsullar əsasən təbii tərkibli məhsullardır. Məsələn, bu xalçalar. Nəyi tərkibi? Tərkibində ipəkdir. İpək. Tərkibində yundur. Sintetika olmur. Sintetika xalçalarımız da var. Onlar mətbəx koridor təyinatlıdır. Onlar nisbətən Zal otağına, yataqlara. Belə otağına istəyirsənsə, o müasir üslubda ipəklə olan xalçalardır bunlar. Bunlar müasir Bəli, xalçalar. tam müasir. Elə bildiğindən görürsən, bəs bu? Bunlar Köhnə xalça Bunlar köhnə xalçaların motivləri. Ha, görünüş Bəli, olaraq, amma atributlar. Toxuma fabrik toxumadır. Ay, Üstündə məsələn görün, bu Qobustan yaxşıdır məsələn. Qobustan, milli bizim. Güc qüvvəti, tərkibi də yundur. Yun da sağlamlıq üçün bir üstə, yəni üstündə, yunun üstündə gəlir. Bir sağlamlığa. Bir də daha yumşaq var məsələn, istəsəz yunun üstündə ipək var. O məşhur ovçular. Ovçu. Dostlar, məşhur ovçu xalçası. Gəlin, bax, nələr var burada. Bir yolunuzu salın bura. İnan ki, razı qalacaq. Mən sizə elə belə şeylər göstərmirəm də, bilirsiniz zaten. Bura möhtəşəmdir, 1000 cürə. Bu bina 5 mərtəbə ancaq xalça mağazinidir. 5 mərtəbə, təsəvvür edin, 1200 kvadrata yaxın kvadrat var. Əhməd Əzəblə çıxıb yolu göstərəcəm bilməyənlər üçün. Hələ biraz da xalçadan mən sizə təqdim edeyim Hacı ilə bir yerdə. Hacı, başqa nə özəlliyi var bu xalçaların? İpək xalçalar var. Məsələn, yumşaqlıq. Yağ tavuğun üstündə də. Yumşaq. Belə eləyir ha bu. Bəli. İpək bilirsiniz də, yayda səni saxlayır. Qışda otaq temperaturu üstünü qoyur. Termos kimidir bu? Otağın temperaturu canına çəkir, o temperaturu. Mənim izləyicilərim bir qiymətdə endirim nə edəcəksiniz? Sizə özəl. Özəl. O deyə bilsinlər də. Tural əfəndinin adı ilə gələn xüsusi fərqli bir endirim olacaq. Mən sizə deyim ki, 70% endirim elə bilirsiniz. Çox oldu. 80%-ə qədər eləmişik. Hoppa. Amma sizin adla gələn olsa, əlavə yenə də endirim Deməli, olacaq. qardaş 1000 manatdırsa bu xalça, 80% endirimlə gəlib mənim izləyicim neçə alır bunu? Məsələn, 200 min. 200 manata. Bu qiymət heç o şeydə yox deyə, sənələ bilərək yox. Durun, gəlin deyib, yanmayıb. Diğer yolunu görsədim mən sizə, dəyərli izləyicilər. Elə çıqa buradan da bir dənə var. Bu məşhur Əhməd Əzəbli. Bu kişi niyə qoyublar buna? Deyəm mənə belə deyək. Zor söhbətdir.